Salam hörmətli izləyicilərimiz, bu günləri Xırdalanın düz mərkəzindən, icra hakimiyyətinin yaxınlığından və sürətli qatardan çox piyada yaxın məsafədə yerləşən bir 3 otağı düzəlmə mənzil təqdim etməyə gəlmişik. Müsahiəsi 86 kvadratdır. Çox mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Möhtəşəm qonaq otağını görürsünüz. Həm eni gözəldir mənzil otağımızın. Qonaq otağının ölçüləri yaxşı olanda evin qonaq otağı bilirsiniz ki, göz bəbəyidir. Çox qəşəng, fərrah bir qonaq otağıdır. Evimizdə 2 ədəd kondisioner var, ona fikir verdim. Gəlin sizə evin layihəsini başa salım. Giriş qapısını görürsünüz. Giriş qapısından girəndə böyük bir dəhlizi görürsünüz və gördüyünüz hissədə pilləkən kimi Azərbaycan dilində yadımdan çıxdı, onun adı nədir? Rus dilində stremyankadır olan yerdə burada şkaf rahat yığdıra bilərsiniz. Girişdə gördüyünüz kimi qəşəng yerdir. 2 ümumi sanitar qovşaq var mənzildə. Deməli, tualeti gördünüz. Hamam otağı, bütün aksesuarlar yığılıb, suşulkaya və dəsmal asmaq üçün aksesuarlara qədər hamısı var. Sizə göstərdim qonaq otağını və gəlin sizə qonaq otağından keçidi göstərim evimizin mətbəxinə. Mətbəx hissəsidir, kafel hissəsində görürsünüz. Buraya mətbəxi salıb eviyyəsi. Çünki gördüyünüz dedim ki, layihə 2-dən 3-ə düzəlmədir və sizə evimizin möhtəşəm mənzərəsini indi göstərəcəm. Baxın, əsas yoldur və düzünə getsək, gördüyünüz o novastroykaların yanında düz sürətli qatardır. 28 maya buradan rahat gedib çıxa biləsiniz. Qabağı da gördüyünüz kimi açıqlıqdır. Masazır dairəsi də evimizin yaxınlığındadır. Burada balaca gizli bir bölünüb kombi otağı kimi əşyalar üçün artıq əşyaları yığmağa belə bir balkonu bölüb eviyyəsi. Gəlin sizə başqa otaqları da göstərim. Evimiz 153 min manat təyin olub qiymət, amma qiymət sizə deyim ki, çox münasibdir. Bir də sizə bu binada, bu bina Xırdalanda ən birinci tikilən novastroykalarından biridir. Uşaq yataq otağını bura salıblar. Taxt rahat sığacaq və pəncərə də kimi yerdə qoyulub ki, ikinci işıq düşsün. Fikrimi tamamlamadım. Deməli, bu bina ümumi 86 kvadrat sizə dedim. Əgər gəlib baxsanız, kvadratı içdən içə bu kvadratdır. Çünki ən birinci novastroyka olduğuna görə bütün standartları yoxlanılıb və doğrudan da geniş mənzildir. Və gördüyünüz kimi mənzilimizin ikinci balkonu və oradan isə Masazır dairəsi Bakı-Sumqayıt yolu görsənir. Evimiz yəni 86 kvadrat, başqa yeni tikili novastroykalarının 103-105 kvadratından heç də geri qalmır. Buyurun, gəlin, baxın, kupçu əldədir. Çox qəşəng səliqəli bir mənzildir, satışda çox qalmayacaq. İpoteka, əgər sizi bank tərəfdən ayrılıbsa, gəlib belə də ipoteka ilə də götürə bilərsiniz. Bugündən bu qədər, sağ olun.